Zirvə kursunun 29 mart 9-cu siniflər üçün olan sınaq suallarına baxaq. Belə ki, başlayaq birinci short tekstdən 5-ci sualına. Belə ki, 5-ci sualımız short tekstlər çox rahatdır. Gördüyünüz kimi, Dear Anar, I cannot come to school today because I am sick, I have a fever, and my mother will take me to the doctor. I hope to return tomorrow. Əziz Anna, mən bugün məktəbə gələ bilmədim, çünki mən xəstə idim. Mənim qızdırmam var idi, anam mənə həkimə götürəcək. Mən ümid edirəm ki, sabahları qayıdacam. Belə ki, bizdən məktubun məqsədini istəyir. 5-ci testin cavabı B variantı olacaq. To explain why the writer cannot come to school. İzah edir ki, yazan nə üçün məktəbə gələ bilməyib. A variantı niyə səhvdir? Anna dəvət olunmur. C variantı niyə səhvdir? Kömək istənilmir. D variantı öz səyahəti haqqında danışmır və Annaya təşəkkür olunmur. Belə ki, 5-ci testin düzgün cavabı B variantı. 6-cı sualla davam edirik. Tom likes sport very much. Every morning he wakes up early and goes running in the park. On weekends he plays football with his friends. Tom deyir, idmanı çox sevir. Hər səhər o erkən durur və parkda qaçır. Həftə sonları dostları ilə futbol oynayır. 6-cı testin düzgün cavabı C variantı olacaq. Tom enjoys doing sports. A variantı niyə səhvdir? İdmana nifrət edir, səhvdir. B variantı deyir, heç vaxt idman etmir. D variantı deyir, ancaq evdə, yalnız ancaq evdə məşq edir, oxuyur. Y variantında deyir ki, Tom sleeps all day, bütün gün yatır. Ümumiyyətlə, şagirdlər nəzərinizə çatdırıram ki, xüsusilə 9-cu sinif şagirdləri only sözü istər dim testlərində qəbulda çox təhlükəli sözlərdən biridir və bu sözə çox diqqətlə yanaşılmalıdır. Belə ki, 6-cı testin düzgün cavabı C variantı oldu. 7-ci sualla davam edirik. Dear Mr. Brown, I am grateful to you for helping me with my English homework yesterday. Your explanation helped me understand the lesson better. Əziz cənab Brown, mən sizə təşəkkür edirəm. İngilis dili ev tapşırığında dünən mənə kömək etdiyiniz üçün. Sizin izahınız məni dərsi başa düşməkdə daha rahatlaşdırır. Belə ki, 7-ci testin düzgün cavabı C variantı olacaqdır. Thank the teacher, müəllimə təşəkkürdür. A variantı niyə səhvdir? Complain, şikayətdən danışılmır. B variantı partiya müəllim dəvət olunmur. D variantında daha çox ev tapşırığı soruşmur. Y variantında sağollaşmır. Belə ki, 7-ci testin düzgün cavabı C variantı olacaq. Növbəti sualımızla davam edirik. Belə ki, 8-ci sual mətnlə bağlıdır. Suallara baxaq, sonradan mətnə qayıdarıq. Belə ki, 8-ci sualda mətin nə haqqındadır? Biz bilirik ki, əziz şagirdlər, mətin nə haqqındadır sualının cavabı əksər halda ikinci cümlə ilə bağlı olur. Belə ki, 8-ci testdə main features of Netherlands düzgün cavab B variantıdır. Birinci cümləyə diqqət edirik. The Netherlands is a small country in Europe. Niderland deyir, Avropada balaca ölkədir. Netherlands consists of 12 provinces, 12 hissədən ibarətdir və Niderland haqqında məlumat verir. Daha sonra 8-ci sualın düzgün cavabı B variantını qeyd edək. 9-cu sualla davam edirik. Bizdə diqqət edirik, false statement, səhv fikri istəyir. 9-cu testin düzgün cavabı olacaq C variantı. Netherlands is famous for desert. Və desert deyirik ki, bir S-lə olanda səhra, 2 S-lə olanda desert şirniyyat mənasındadır. Burada səhradır və deyir, səhraları ilə məşhurdur. Ancaq biz burada səhra ilə ümumiyyətlə mətnə göz gəzdirsək, səhradan danışılmır. Belə ki, düzgün cavab C variantı. 10-cu sualla davam edirik. What does the passage say about bicycles? Velosipedlər haqqında mətn bizə nə deyir? 10-cu testin düzgün cavabı B variantı olacaq. People use them for daily transportation. Gündəlik nəqliyyatda istifadə edir. Bu sualı mətndən tapaq. Baxaq ki, burada nəqliyyatdan when using bicycles, have special roads, ride them every day to go, work or school. Bu hissə sualımızın düzgün cavabıdır. Daha sonra 11-ci sualla davam edirik. Dikes and dams in the Netherlands are built to. Bəndlər və bəndlər tikilir nə üçün? Bu cümlədən, mətndən bu hissəni tapsaq,
Bax bu hissədən. Build strong dikes dam to protect the land from the sea. Bu hissə diqqət etsək, dənizdən torpağı qorumaq üçün. Protect the land from the sea. Düzgün cavab C variantı olacaqdır. Daha sonra 12-ci sualla davam edirik. Hansı fikir doğrudur? New Zealand is famous for tulips wine mill. Bəli, tulip zambaqları ilə məşhurdur. Bunu bu hissəni silək, daha bizə aydın olsun. Belə ki, zambaqları ilə məşhurdur bu fikri. Baxın, it's famous for its canals, wine mill, tulip. Bax, bu hissədir. Daha sonra has many bicycles. Daha çox velosiped var. Bəli, 1-2 düzgün cavabdır. Üçüncü cümləyə baxaq. Very massive country. Amma birinci cümlədə small, massive genişdir. Small, kiçik, yəni düzgün deyil. Dördüncü cümlədə hardly use. Hardly bilirik ki, hardla hardly'nin fərqini. Hardly heç deməkdir. İnkar rəfliyidir və heç istifadə olunmur. Bu fikir səhvdir. Burada using bicycles fikri var. 1-2 testin düzgün cavabıdır. 13-cü sualla qrammatikaya keçirik. Baxırıq testlərdən bu il qəbula 9-lara salınan mövzulardan biri due to, about to ifadələridir və due-la about-un fərqi ondadır ki, əgər bizdən vaxtla dəqiq tarix vaxt olarsa, biz bu zaman due to ifadəsini götürürük və burada diqqət etdik, next week var, bizə tarix var, ona görə cavabımız B variantıdır. A variantın to-su yoxdur, səhvdir. About to işlənmir, will-in B-si olmalıydı və D variantı bildiyimiz kimi səhvdir. 13-cü testin düzgün cavabı, bəli, B variantı oldu. Burada da qeyd edək. 14-cü testdən davam edirik. Since biz zamanlardan bilirik ki, indiki bitmiş zamanındır. İndiki bitmiş zamanın düzgün variant C variantı olacaq. 15-ci testdən cümlə qurmadır. Diqqət edirik və bütün sadə sözlərdir. It is important. 2, 4, 3, to turn off the light. İşığı söndürmək vacibdir. Düzgün variant C variantı olacaq. 16-cı sual cümləsidir və sual cümləsinin quruluşunda bizə məlumdur ki, köməkçi feil əvvələ keçməlidir. 16-cı sualın düzgün variantı C variantı olacaq. A variantı niyə səhvdir? Did varsa feil indiki zamana qayıtmalıydı. B variantı niyə səhvdir? Köməkçi feildən sonra feil gəlməz. C variantı niyə səhvdir? Are, zeri, zərə ifadəsində sual cümləsində are əvvələ keçməli idi. Və Y variantı ona görə səhvdir ki, biz bilirik ki, does olan cümlədə feildə is olmur. Belə ki, 16-cı testdə C variantı düzgün variantdır. 17-ci sualla davam edirik. Mürəkkəb tamamlıq qaydasıdır. Advice biz bilirik 3-cü qrup feildir və 3-cü qrup feillərdən araya söz girir. Daha sonra to işlənir və to ilə işlənən yeganə D variantıdır. Və burada B variantına soruşsaz, əziz şagirdlər, biz bilirik ki, feilin sağ tərəfində şəxs əvəzliyi gəlməz. Hiyə görə səhvdir. D variantı düzgün cavabdır. 18-ci testdən davam edirik. Nöqtələrdən sonra E artiklı gəlib, biz are, were yaza bilmərik, cəmdir. Və digər ikinci hissəyə diqqət edirik. Burada very deep, dərindir və bizə it, is ifadəsi lazımdır. Düzgün cavab Y variantı olacaqdır. Daha sonra 18 suallarımızı 19-cu sualla davam edirik. Belə ki, 19-cu sualda bizdən məchul növdə biz birinci qayda bilirik ki, tamamlığa baxmalıyıq. İkinci qaydamız xəbərə baxmalıyıq, yəni zamana. Belə ki, burada feed xəbərin yanında gələn söz tamamlıq əvvələ keçir, the cat və cümlə indiki zamanda olduğuna görə the cat are fed. Düzgün cavab A variantı olacaq. 20-ci sualla davam edirik. Çox rahat, sifət aid mövzu. Zən olanda müqayisə dərəcəsi ya more götürürük, cavab D-dir. C variantı ona görə səhvdir ki, more-la ikisi eyni anda olmaz. Bir hecalı, iki hecalı sifətlər erlə düzəlir. 21-ci testdən davam edirik. Nöqtələrdən sonra information bilirik, sayıla bilməyən isimdir. A, B yaza bilmərik, yeni, A, C, Y yaza bilmərik. Onlardan sonra cəm isim gəlir və for sözünüdən sonra obyekt əvəzliyi gəlir. Düzgün cavab B variantı olacaq. 22-ci sualla davam edirik. Mostdan sonra biz bilirik, isim gələndə artikl olmur. 22-ci sualla davam edirik. 22-ci sualda biz bilirik ki, mostdan sonra isim gələndə biz artikl, Z artiklını qoymuruq.
və həmçinin people-la e-artikl işlənmir və digər fikirdə isə ümumi mənadadır. Most people like to read in libraries. Əksər insanlar kitabxanada oxumağı xoşlayır. Düzgün variant D variantı olacaq. 23-cü sualla davam edirik. Sinonimlər tiny, small, balaca, correct, true, doğru. 1, 4 düzgün cavabdır. Düzgün cavab Y variantıdır. 24-cü sualla davam edirik. Baxırıq fe'lə put. Put bilirik ki, indiki və keçmiş zamanda eyni formadadır, dəyişməz qalır. Child 3-cü şəxsin təkindən sonra fe'l s qəbul etməyibsə, deməli keçmiş zamandır və keçmiş zamanda da köməkçi fe'l did olacaq. Düzgün variant didlə 2, 3 D variantıdır. Və naizənə soruşsaz, burada but bağlayıcısı biz bilirik ki, özündən bir tərəfdə təsdiq, digərdə inkar tələb edir. 25-ci sualla davam edirik. 25-ci sualda düzgün cavab 1, 2-dir. Menindən sonra cəmisim doğrudur. 2-ni saxlayıram axırda izahını. 3 səhvdir. Maçdan sonra cəmisim işlənməz. Menindən sonra cəmisim. Və sual versəz ki, little biz bilirik ki, özündən sonra tək sayıla bilməyən isim tələb edir və quantifiersdən little orada az mənasında, ancaq balaca mənasında bu ifadə doğrudur və balaca oyuncaq qutular mənasında doğrudur. Sualımızın cavabı 1-2 olacaq. 26-cı sual şəkil təsvir essidir, şəxsi seçimdir. Kanala abunə olmağı, bəyənməyi unutmayın. Təşəkkürlər.